Bəli, sizə Manolun ən son Azərbaycana daxil olan yağları ilə bağlı bir neçə dənə videom var, amma bu dəfəki videom tam fərqli olaraq üçünü bir arada göstərəcəm ki, necə dəyişilməlidir, necə keramik yağına keçid eləmək lazımdır. Manol ki, keramik mühərrikdə nələri qoruyur, o haqda sizə məlumat verəcəm. Hal-hazırda bax sizə göstərim. Bax 540 keramik ultra 7727 kodlu, 7726 kodlu keramik pro 1040, keramik 7720 530. Hər üçünü də gəlin sizə yaxından göstərim. Baba tam yaxından çək. Bax 530 premium sintetik, 1040 premium sintetik, 540 premium sintetik. Hər üçü də sintetikdir. Amma başqa yağ firmalarında bilirsiniz ki, 1040'lar adətən nəyin üzərində olur? Yarım sintetikin üzərində olur. Amma Manolun keramikləri sırf premium sintetikin üzərindədir. Bunu da avtomobillərdə, mühərriklərdə dəyişmə zamanında mən əvvəllər nə tökürdüm? Özü də bildiniz, ondan da çəkiliş eləmişdim. Mən öz avtomobilimdə 530 nə ilə dəyişirdim sizə? Gəl göstərim. Gəl göstərim nə ilə dəyişirdim. Sizə göstərim. Bax bundan. Mən öz avtomobilimə dizel TDI ilə dəyişirdim. 7909. Artıq keramik yağı çıxandan sonra çevirdim bax bu 530 keramikə 7720-yə. Nə elədim? Köhnə yağın üstünə köhnə yağı açıb buraxırsan mühərrikdən tamamilə. Tökürsən, filtrini dəyişirsən, yeni filtr qoyursan. Ondan sonra bax bu da, həmin bu da bilirsiniz ki, bax favorit firmasında Muxtaroğlu VM MMC-yə məxsusdur. Bax bununla 4 litr, 6 litr həcmi olan bir mühərriklərə 4 litr yetərlidir. Niyə? Çünki bu 20 dəqiqə işləyəcək, açıb buraxacaqsınız. Amma 8 litr tutan mühərriklərə mütləq bundan 2 dənəsini döymək lazımdır. 20 dəqiqə, 30 dəqiqə maksimumdur. Yerində işlədirsən, hərdən də bir 2500 dövrlərinə qədər maşında oturub qaz verirsən ki, mühərriyin istənilən nöqtəsində, yəni yağlanmayan hissələrinə də yağ dəysin. 20 dəqiqə bunu işlədirsən, ondan sonra köhnə filtr açıb atırsınız, yeni filtr bağlayandan sonra artıq keramik yağından avtomobilin mühərriyinə tökürsən. Bundan sonra da əvvəllər də misal ən azından götürə 1040. 1040 yağ əvvəllər hər kəs 5000-dən bir dəyişir, düzdürmü? Amma bu premium sintetik olduğuna görə 7000 kilometr bu yağlardan da istifadə edə bilərsiniz. Hal-hazırda özüm 3-cü yağ dəyişimini öz avtomobilimdə edirəm. Hər kəsə də tövsiyə edirəm. Bundan sonra keramiklə işləyən mühərriklərin ömürləri əgər 5000 kilometr zəmanət isə bu dəfə 7-8000 kilometr arası zəmanət veririk. Diqqətinizə görə çox sağ olun. İstifadə edin bütün Manolun məhsullarından.